Ötən gün axşam saatlarında Kəngərli rayonunun Qabıllı kəndində İbrahim Hüseynova məxsus fərdi yaşayış evində naməlum səbəbdən yanğın hadisəsi baş verib. Hadisə yerinə Kəngərli rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 2 yanğın söndürən avtomobili cəlb olunub. Yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğına müdaxilə olunmasına baxmayaraq 100 kvadrat metr sahəsi olan evin 45 kvadrat metri əşyaları ilə birlikdə tamamilə yanıb. 2 günə ailəvi görüşə getmişdik. Ailəvi görüşdəydik, bacı oğlum xəbər getdi ki, evimiz yanıb. Gəldim ki, 3 otaqdır, boya-boy 20-22 metrə, 25 metrə balkondur, hamısı qoxnudur, tualetdir, hər bir şeyimiz yanıb. Mən xahiş edirəm kömək eləyin. Yanğın zamanı evdə heç kəs olmadığından xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır. Kəngərli rayon sığorta şöbəsindən məlumat verildi ki, yanğın hadisəsinin qeydə alındığı ev üçün heç bir sığorta ödənişi edilməyib və buna görə də evə sığorta şəhadətnaməsi verilməyib. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, daşınmaz əmlaklarını sığortalamaqda maraqlı olsunlar ki, bu cür xoşagəlməz hallar zamanı dövlətin dəstəyi ilə təmin olunsunlar. Qeyd edək ki, Naxçıvan şəhərində daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş 40 manat, rayonlarda isə 30 manatdır. Faktla bağlı araşdırma